Salam hörmətli izləyicilər. Mərkəzi Gömrük Hospitalı ilə sağlamlığa doğru rubrikamız efirdədir. Bugünkü rubrikamızda uşaqlarda anadan gəlmə uroloji xəstəliklər və qüsurlar, onların əlamətləri, erkən aşkarlanması, müasir metodlarla müayinəsi və müalicəsi barədə ətraflı məlumat verəcəyik. Bugünkü rubrikamızın qonağı Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərovdur. Xoş gəlmişsiniz Vüsal həkim. Xoş gördük Dilərə xanım. Proqramımız xeyirli olsun ilk olaraq bunu qeyd eləmək istəyirəm. Və çox maraqlı bir mövzudur. İnşallah bu mövzu ətrafında ətraflı müzakirələr aparacağıq. Çox sağ olun Vüsal həkim. Vüsal həkim, uşaqlarda daha çox hansı uroloji xəstəliklərə və qüsurlara rast gəlinir və onların əlamətləri nədir? Qeyd etmək istəyirəm ki, uroloji qüsurların sayı günbəgün artmaqdadır. Bunun bir neçə səbəbi var. Birinci səbəblərindən qeyd etmək istəyirəm ki, diaqnostikanın yüksək səviyyədə olması. Yəni, daha öncələr bir uşaqda və ya bir böyük insanda böyüdüyü zaman bəlli bir yaşda uroloji qüsur aşkarlanırsa, böyrək genişlənməsi, böyrəyin bir andan gəlmə olmaması, sidik axarıdarlıqları, deyək ki, 40-50 yaşında, bəzən bir insanın hətta ahıl yaşlarında belə hər hansı bir səbəbdən müayinə olunduğu zaman böyrəyinin tək olduğu və yaxud da sidik axarında problem olduğu ortaya çıxırdısa, ya böyrək inkişafını dayandırdığı ortaya çıxırdısa, ancaq indi demək olar ki, bütün hamiləlik müddətində xanımlarda Doppler müayinəsi olunur və Doppler müayinəsi çox həssas bir müayinədir və bu işlə məşğul olan mütəxəssislər bu işi çox pik səviyyə çatdırıblar və müasir cihazların vasitəsilə xüsusilə uşaqlarda ürək damar xəstəliklərinin qüsurlarıdır, beyinlə bağlı olan problemlərdir, uroloji problemlərdir. Bunlar erkən diaqnostika edilə bilir. Yəni, artıq hamiləlik vaxtı, qısacası biz artıq bilirik ki, doğulacaq bir uşağın hər hansı bir uroloji problemi var, yaxud da ona qarşı hansı tədbirləri görəcəyik. Yəni, bir məsələ budur. İkinci məsələ odur ki, bugünkü gün digər, deyək ki, hər hansı bir səbəbdən, təqribən 40-50 il bundan öncə bəsit bir müalicələrlə indiki dövrdə qarşısı alına biləcək uşaq itirilmələrinin, yəni düşüklərin qarşısı alına bilmirdi. Amma indi müasir dövrdə bəlli müalicələrlə onların qarşısı alına bilir. Bəzi belə deyək, araşdırmalar bunların da qüsurların artmasına səbəb olduğunu təsdiqləyirlər. Bir də bu səbəb vardır. Genetik faktor da var, təbii ki, bunu da qeyd etmək lazımdır. Ən çox böyrəklər, biz sidik çıxarıcı sistemin problemləri, sidik axarının reflüks problemi, xarici cinsiyyət orqanının xüsusilə oğlan uşaqlarında anadan gəlmə inkişaf qüsurlarını daha çox görürük. Vüsal həkim, uşaqlarda anadan gəlmə uroloji xəstəliklər və ya qüsurlar aşkarlanarsa, diaqnoz qoyularsa, onlara müdaxilə etmək mümkündürmü? Əgər hamiləlik vaxtını soruşursunuzsa, hamiləlik vaxtı bəli. İntrauterin dövrdə fetal cərrahiyyə deyilən artıq dünyada formalaşmış bir cərrahi metodu var, bir üsul var, amma bununla da %100 nəticə əldə etmək mümkün deyil. Qeyd etmək istəyirəm ki, bəzi əməliyyatlar var ki, onları fetal cərrahiyyə ilə müdaxilə oluna bilir, məsələn, diafraqma yırtıqları və s. Amma bəzi xəstəliklər var ki, deyək ki, sidik axarında kanalında oğlan uşağında anadan gəlmə bir membran varsa, burada amniotik şunt qoyula bilər, amma bunun da başarı şansı çox da yüksək deyil. Xüsusilə Avropa ölkələrində bu sahədə məşğul olan mütəxəssislər mövcuddur, amma qeyd etmək istəyirəm ki, böyrək genişlənməsi, sidik axarı problemləri, kistik böyrəklər, bunlara %100 hamiləlik vaxtı müdaxilə edib qarşısını almaq mümkün deyildir. Doğumdan sonra, təbii ki, ilk 48 saat keçdikdən sonra təcili bir durum deyilsə, ultrasəs müayinəsi edirik. Nəyə görə 48 saat? Çünki ilk 48 saatda sidik miqdarı az olur. Əgər bir darlıq varsa, az olan sidik o darlığı bizə qabarıq şəkildə göstərməyə bilər. Amma sidik miqdarı 48 saat sonra normallaşdığına görə bəlli olan bütün problemləri görmüş oluruq. Bir ultrasəs müayinəsi edib, ona görə diaqnostikasını təyin edib, lazımi müayinə və müalicələri edirik. Bəzilərinə erkən diaqnostik müayinə sonrasında müdaxilə edirik, bəzilərinə heç müdaxilə etmirik, bəzilərini isə planlı şəkildə əməliyyat edirik. Çox sağ olun Vüsal həkim. Bəzən uşaqlar anadan gəlmə uroloji qüsurlarla, xəstəliklərlə anadan olur və belə hallar olduqda bu uşaqlar, körpələr dərhal əməliyyat olunmalıdırlar və yaxud da hansı bir müddət keçdikdən sonra? Bəli, bu da çox önəmli bir məsələdir. Doğulduqdan sonra uroloji qüsurların təqribən sidik axarı darlıqlarını nəzərə alsaq və
böyrək genişlənmələri nəzərə alsaq, 80%-ə qədəri 1 yaşına qədər spontan olaraq hidronefrozların və sidik axardarlıqların spontan olaraq geriləyə bilər. Bundan başqa sidik axarına olan reflüks məsələsi ki, məsələn, uşaq doğulur, bu daha çox bizə sidik yolu infeksiyası ilə gəlir bu uşaqlar. Bu bir uşaqda, bir böyükdə, deyək ki, böyük yaşda sidik yolu infeksiyası olarsa, sidiyə gedərkən yanma, ağrı, şikayətlər, yaxud da pis qoxu, amma uşaqlarda biz bunu hiss etməyə bilərik. Amma uşaqlarda bu şikayət yeni doğulmuş bir uşaqda kilo çəki artıra bilməmə, qusma, ümumi narahatçılıq, bezindən pis qoxu, xoşa gəlməyən bir qoxunun gəlməsi, qızdırmalı sidik yolu infeksiyası, səbəbi açıqlanmayan qızdırma da sidik yolu infeksiyasının bir əlaməti ola bilər. Nəticədə araşdırdıq, deyək ki, sidik axarına reflüks diaqnozu qoyuldu və ya böyrəklərə yüksək dərəcə reflüks var. Bir tərəfli, iki tərəfli fərq etməz. Nə olursa olsun, çalışırıq ki, tibbi olaraq çox dirəncli bir infeksiya olmadığı müddətdə müalicəyə tabi olursa, əgər 1 yaşına qədər ümumiyyətlə bunları əməliyyat etməyək. Çünki 1 yaşına qədər spontan, yəni öz-özündən düzəlmə ehtimalı yüksəkdir, faiz olaraq da yüksəkdir. Hidronefrozlar isə əgər ciddi bir böyrək çıxışı darlığı varsa, böyrək çox şişib, yəni çox genişlənib, böyrəyin parenxima dediyimiz o sidik hazırlanmasında rol oynayan hüceyrələrinin miqdarı azalırsa, zədələnirsə, müayinələr nəticəsində bunu görürüksə, o zaman erkən müdaxilə oluna bilər. Və hətta ilk 2 həftə içərisində belə, hətta ilk 48 saat içərisində belə böyrəyin o sidiyini drenajı almaqla rahatlatmaq ehtiyacımız yarana bilər. Bu hallarda erkən əməliyyatlar tövsiyə olunur. Amma sidik axarının alt ucu darlıqlarının da təqribən 80%-i 1 yaşa qədər öz-özündən düzəldiyinə görə yaxın aralıqlarla təqib etmək lazımdır. Mən təqib deyirəm, amma təbii ki, bu yanlış mesaj olmasın. Yəni, bu o demək deyil ki, biz bütün axar darlıqlarını və ya təqib edirik. Yox. Burada bir bəlli ölçülər var. Bir sidik axarının ölçüsü əgər 15-17 millimin üzərinə çıxırsa, ultrasəs müayinəsində artdığına görürük və artan tempdə gedirsə, buna müdaxilə etmək lazımdır. Əks halda böyrək hüceyrələrinin sayı azalır, zərər görür və fəaliyyətini dayandırır. Ona görə burada ən kritik məsələ uşağa həmin diaqnostika müayinələrindən sonra nə zaman əməliyyat qərarını verməkdir. Biz çalışırıq ki, bizə aid olan, cərrahi qrupa aid olan 3-5%lik xəstə var. O 3-5%lik xəstəni o 100%lik qrupun içərisindən düzgün şəkildə seçək. Yəni, boş-boşuna, yanlış yerə əməliyyat etməyək. Vüsal həkim, elə uroloji xəstəliklər var ki, onlara cərrahi müdaxilə etmədən zaman keçdikcə onlar öz-özünə sağalsınlar. Təbii, qeyd etdiyim kimi, misal üçün, böyrək problemlərinin, geniş hidronefrozların, axar darlıqlarının təqribən biz bilirik ki, bir 3-5% cərrahi müdaxilə ehtiyac yarana bilər, 3-5%-də, amma 10-15% isə bir ömür boyu heç bir müdaxilə etmədən və böyrəyə heç bir zərər vermədən qalıcı olaraq qala bilər. Qalan hissəsi isə adətən 1 yaşına qədər, az bir hissəsi isə 5 yaşına qədər spontan olaraq düzələ bilər. Çıxışınızda uşaqların sidik infeksiyaları keçirməsi barəsində danışdınız. Bəs belə uşaqlara yanaşma necə olmalıdır? Bəli, bunları xüsusilə qeyd etmək lazımdır. Çünki uroloji sistemin ən əsas klinik şikayətlərindən biri sidik yolu infeksiyalarıdır. Yəni, problemlərin açarı belə deyək ki, oradan başlayır. Əgər biz bir uşaqda sidik yolu infeksiyası görürüksə, xüsusi ilə uşaq 2 yaşından kiçikdirsə və infeksiya qızdırmalı bir sidik yolu infeksiyasıdırsa, bu ciddi bir problemin göstəricisi ola bilər. Araşdırmalar göstərir ki, kitabı olaraq da bilirik ki, hər sidik yolu infeksiyası keçirən uşaqda təbii ki, sidiyin ümumi analizinin və əkilməsi alındıqdan sonra, kateter yolu ilə alındıqdan sonra dəqiq olaraq təsdiq olunursa ki, bu sidik yolu infeksiyasıdır, bu uşaqların təqribən 10 uşaqdan 3 ya da 5-də altdan bir uroloji problem çıxır. Əsas da vezikouretral reflüks dediyimiz, yəni sidik hissəsindən toplanan sidiyin təkrardan sidik axarlarına və böyrəklərə geri qayıtma problemini aşkarlamış oluruq. Burada yanaşma necə olur? Yəni, yanlış mesaj yenə olmasın. Misal üçün, bu o demək deyil ki, biz hər sidik yolu infeksiyası keçirən uşaqda elə böyrək problemi düşünüb həmən ona əlavə müayinələr edəcəyik. Xeyr. Nə zaman araşdıracağıq? Yəni, bu ən önəmli məsələlərdən biridir. Əgər bir uşaq təkrar edən sidik yolu infeksiyası keçirirsə, deyək ki, sidiyində bakteriya çıxdı, leykosit çıxdı, bir dəfə müalicə aldı, uzi olundu, hər şey normaldır. Amma 1 ay sonra, 2 ay sonra, 3 ay sonra və ya fərq etməz,
Hər hansı bir müddətdən sonra bu infeksiya bir daha təkrarladı. Bir daha təkrarlayırsa, təbii antibiotik müalicəsi təyin olunur əkilmənin cavabına görə. Ondan sonra müalicə olunur və bu araşdırılmalıdır. Əgər təkrar edirsə araşdırılmalıdır. Yaxud da uşaq qeyd etdiyim kimi qızdırmalı bir sidik yolu infeksiyası keçirirsə, bu da antibiotik müalicəsindən sonra yenə araşdırılmalıdır. Yaxud da uşaq hər hansı bir qızdırmasız sidik yolu infeksiyası keçirir və ultrasəs müayinəsində böyrəklərdə, sidik hissəsində ciddi problemlər görürük. Böyrək genişlənməsi görürük, iki tərəfli hidronefroz ola bilər, sidik hissəsi divarında problemlər görürük. Bu zaman da araşdırılmağı tövsiyə olunur. Ümumiyyətlə, araşdırma dediyimiz zaman sidik axarına incə bir kateter qoyaraq sistografiya dediyimiz bir müayinə var. Bu müayinə nəzərdə tutulur və bunun nəticəsinə görə də ya təqib, ya da əməliyyat qərarı veririk. Ümumiyyətlə, uşaqlarda rast gələn infeksiyalar da ola bilər. Misal üçün, az öncə qeyd etdim, yəni biz hər sidik yolu infeksiyasını araşdırmırıq. Uşaq gün içərisində həddən çox, xüsusilə qız uşaqlarında kirli bir bez qalarsa üzərində gün içərisində, yaxud bəzən gastroenterit olduğu zaman, yəni qarın işləməsi olduğu zaman, bezinə hədsiz miqdarda nəcis bulaşdığı zaman, yaxud uşaq kirli su hövzəsində uzun müddət qaldığı zaman rast gələ, yəni bir dəfə də olsa bu infeksiya ola bilər. Və biz bilirik ki, uşaqların alt bölgəsi, xüsusilə qız uşaqlarında sidik kanalı qısadır, üretra dediyimiz orqan qısadır və hər hansı bir uşağa baxan ana yəqin ki, bir dəfə də olsun görüb ki, uşağın altını açdığı zaman ən az göbəyinə qədər uşağın altı bulanıb, yəni nəcislə bulaşıbdır. Və bu o demək deyil ki, bu uşaq infeksiya keçirəcək. Yəni, təbii ki, sidik kanalı, xüsusilə oğlan qız uşaqlarında, hətta oğlan uşaqlarında da hər zaman bakteriyalarla kontaminasiya olur. Yəni, elə bir uşaq ola bilməz ki, onun sidik hissəsinə bakteriya keçməsin. Bu tamamilə normal bir haldır. Amma orqanizmin mexanizmi elə bir şəkildədir ki, sidik hissəsindən aşağıya doğru o bakteriyalar hər zaman sidik axımı ilə birlikdə xaric olur. Əgər sidik axarları problemli olarsa, yəni axarın sidik hissəsinə bağlandığı yerdə bir konflikt olarsa, o zaman sidik hissəsinə toplanan sidik, yəni o bakteriya qarışmış olan sidik aşağı axdığı zaman böyrəklərə doğru geri qayıtmış olur. Və bu zaman bakteriyaya bulaşan həmin sidik infeksiyalı sidikdir. O böyrəyə qalxan bakteriyalar oraya yapışaraq infeksiya törədir və böyrəyə zərər verir. Yəni, deməyim odur ki, əgər qızdırmalı bir infeksiya olursa, bunu çox ciddiyə almaq lazımdır. Çünki bir uşaqda sidik yolu infeksiyası qızdırmaya bağlıdırsa, əksərən onun altından vezikuretral reflüks, yaxud da hər hansı bir sidik kanalının və ya axarının anatomik problemlərini çıxdığını görmüş oluruq. Çox sağ olun Vüsal həkim. Sonda istərdik ki, valideynlərə öz tövsiyələrinizi verəsiniz. Bunu qeyd eləmək istəyərəm ki, təbii ki, biz həkim olaraq uşaqları diaqnostika etdikdən sonra problemlərini görürük, amma uşaq hər gün valideynin gözü önündədir və uşaq baxıcısının gözü önündədir. Uşaqlarda anidən baş verə biləcək uroloji hallar nə ola bilər? Daş problemləri ola bilər. Anidən deyək ki, şiddətli qarın ağrıları olur, sidikdə qan görürlər və s. Bu, məsələn, təcili durumlar belədir ki, bunun həkimə aparmamaq mümkün deyil. Amma bəzi problemlər var ki, bunlar heç bir şikayət vermədən, deyək ki, pasiv bir böyrək çıxışı darlığıdır, ciddi bir ağrı yaratmaz uşaqda, yaxud da ara-ara qarın ağrısı olub keçib gedər. Amma bu zamanla böyrək fəaliyyətini dayandıra bilər. Qısacası, ailədə əgər, belə deyək, hamiləlik vaxtı əgər bir hidronefroz görülübsə, böyrəkdə, sidik hissəsində bir problem görülübsə, mütləq şəkildə hamiləlikdən sonra ən gec 3 həftə içərisində bir ultrasəs müayinəsi olunmalıdır. Hətta kitabi olaraq deyilir ki, əgər hamiləlikdə bir böyrək genişlənməsi görülübsə, uroloji problem görülübsə, deyək ki, 3 həftə sonra UZI olundu, hər şey normaldır. Yenə bir 3 və ya 6 ay sonra təkrardan bir müayinə olunsun deyilir, bir sidik analizi baxılsın deyilir və bir də əgər ailə üzvlərindən birində, yaxud da uşaqların birində problem varsa, adətən ailə o uşağa köklənir. Deyək ki, böyrək problemi var, daim o uşağı müayinəyə aparırlar, o uşağın üzərində vaxtı-vaxtında müayinələrini elətdirirlər. Amma əgər ailədə digər uşaqlar da varsa, bunu qeyd eləmək lazımdır ki, normal, deyək ki, bir uşaqda hidronefrozun yaranma ehtimalı 500-də birdirsə, amma bacısında və ya qardaşında onun təkrardan ortaya çıxma ehtimalı 50-də 100-də 1-dir. Ona görə yəni, bu ehtimal 5-10 dəfə artmış olur. Nəzərə almaq lazımdır ki, əgər bir uşaqda bir uroloji problem varsa,
digər uşaqları ən azından bir dəfə də olsa uroloji müayinədən keçirmək, ən az bir ultrasəs müayinəsindən keçirmək tövsiyə olunur. Çox sağ olun Vüsal həkim studiyamıza gəldiyiniz üçün. Hörmətli izləyicilər, bununla da Mərkəzi Gömrük Hospitalı ilə sağlamlığa doğru rubrikamız başa çatdı. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, salamat qalın.